Sən deyilsən. Sən xahiş edirəm Allah adından ona buna danışıb insanları başını doldurma. Sən özünü tanı. Sən iki dənəsən. Və sənin Allahı təbliğ edən tərəfin birinci beynindir. Birinci beynin bilirsən hansı beyindir? 2 üstə gəl, 2 bərabərdir. 4-ə cavab verən beynindir. Bax sən ondan Allahı təbliğ edirsən cəmaata. Özünü tanımadan. Yaxşı, ikinci beynin hansıdır? 17 vurulsun 24 bərabərdir neçə? Bax, Allahı tanıyan beyin susdu. Yox açın. Güya biz burada Allah'a savaş açmışıq. Güya biz burada müharibə aparırıq da. Qurban olduğumla müharibədə. Çok pis. Cəmaat bu boyda ağılla, biliklə, bu qədər savadla anlayır ki, mən bu bir balaca ət parçasının əlində acizəm, mən Allah'ı necə dərk, bu yaradanı necə dərk eləyəm. Cəmaat öz acizliyin boynunu alır və cılızlığın boynunu alır, özünü tanımağa çalışır. Bu da gəlib ədayla. Nə bilim ey qardaşım, bunu demək həqiqətən çox acıdır, ağırlıdır. Amma deməliyəm, bunu sizi istəyən adam deyər, bunu düşmən deməz. Mən xalqımı, millətimi istəyirəm, həqiqətən çox istəyirəm. Və ona görə də deyirəm, həqiqətən belədir. İnsan müstəqil deyil, insan idarə olunur. İnsan beyni tərəfindən idarə olunur. Mən burada namaz qılan qardaşlar, bacılar, mən sizə canım qurban, millətimin, xalqımın təəssübünü çəkər. Hər kəsə canım qurban. Kim namaz qılır, ibadət edir, o onun həqiqətidir. İnamsız insan tikə parça olur. İnamsız insan yaşaya bilməz. İnanmaq sənin şəxsi işindir. Özün bilərsən. Amma sən xahiş edirəm bədbəxt eləmə bu insanları. Xahiş edirəm mənim xalqımı bədbəxt eləmə. Yazıq Məhəmməd Peyğəmbər. Onu da araşdırın görəcəksiniz. Onu da öldürmüşmüş. 3 gün meydi qalmışdı ortalığı. Araşdırın gizlədilən həqiqətləri. Bəli. Və sən bugün o ki bu günləri biz dediklərimizi deyirdi. Bəli, həqiqəti deyirdi. Əsl Müslüman insanın içindədir. İndi sizə bax, bugün bir həqiqəti danışacağım. Bugün kim məni izləyirsə, kim mənə dəstək olursa, mənə dəstək lazım deyil. Yəni şükür mən yaşayıram, hər şey əladır. Mənə heç bir şey lazım deyil. Yəni orada pul qazanmıram, bir şey eləmirəm, bəyənən olsa da, olmasa da heç nə maraqlı deyil. Sağ olun. Mənə bilirsiniz, istədiyim yəni ki, kimsə bəhrələnsin. Mən kiməsə nəyəsə sübut eləmirəm, eləmək istəmirəm. Sadəcə istəyirəm ki, sən bu yerdə qalan insanlar, yəni heç olmasa bu belə deyək, axtarışda olan insanlar, mən xalqım, millətim biraz ayılsın, yəni həqiqəti görsün. Mən indi sizə Daniel Kahneman, deməli, bu insanın tarixdə rolu nə olub? 1934 doğulub, 2024-də ölüb. Müasir psixologiyanın və iqtisadiyyatın ən mühüm simalarından biri olub. 2002-ci ildə Nobel İqtisadiyyatı mükafatı laureatıdır. O iqtisadiyyat bilirsiniz də, psixologiya, bu market, girdiyimiz market var, mağazin. Onun nasıl bu psixologiyası var, bəli, məktəbi var. O malı ora necə düzürlər ki, sən gedib, sən yox ha, sən yox, beynin onu alsın. Deməli burada o neyinir? O psixoloji tədqiqatları iqtisadi elmə inteqrasiya edərək davranış iqtisadiyyatı sahəsinin əsasını qoydu. Kahneman ən mühüm töhvələrindən biri aşağıdaydı. Düşüncə sistemləri, sistem 1 və sistem 2. Onun dünyaca məşhur sürətli və yavaş təfəkkürü kitabında qeyd etdiyi kimi beynimiz 2 rejimdə işləyir. Sübut elədi bunu. Sistem 1 sürətli, yəni instinktiv və emosional. Beyin 2 emosional. Yəni 2 üstə gəl 2-ni deyən beyin 1-dir. Yəni dərhal cavab verir. İnstinktiv. Yəni yaddaşında nə var? O. Sistem 2 yavaş işləyən, şuurlu işləyən, daha məntiqli və
diqqət tələb edən hissə, o isə belə işdir. Bax 17 vur 24. Və salam, beyin bir çıxır sıradan. Çünki yoxdur onun avtopilotunda. Beyin 2 bunu hesablayır. Şuurlu beyin. Perspektiv nəzəriyyəsi Amos Tversky ilə birlikdə hazırladığı bu nəzəriyyə insanların risk altında necə qərar verdiyini izah edir. O sübut etdi ki, insanlar içkiyə qarşı həddindən artıq həssasdırlar. İçkinin verdiyi ağrı qazancın verdiyi sevincdən qat-qat güclüdür. Evristika və qərəzlər. Kahneman insanların qərar verərkən məntiqli deyil, tez-tez zehni qısa yollarda, məsələn, lövbərləmə effekti və ya əlçatanlıq qərəzi istifadə etdiyini və buna görə də sistematik səhvlər etdiyini göstərir. Deməli, Səsküy son illərdə yazdığı kitabında o eyni şərtlər altında fərqli insanların və ya eyni insanın fərqli vaxtlarda verdiyi fərqli və əsassız qərarları tədqiq etdi. Daniel Kahneman 27 mart 2024-cü ildə 90 yaşında vəfat etmişdir. O, iqtisadiyyatda rasyonal insan modelini sarsıdaraq, insan amilinin nə qədər qeyri-rasyonal ola biləcəyini elmi şəkildə sübut edən dahi kimi tarixə düşdü.